Mən deyirəm ki, ata-analar bəzən uşaqların yanında qəsdən səhv eləsinlər. Qəsdən. Günah yox. Səhv eləsinlər və səhvlərini etiraf eləsinlər uşağın yanında. Uzadan desin ki, vay səhv elədim, bilmədim. Bu mənim səhvimdir. Uzadan denən qoy uşağın qulağı eşitsin səhv elədim sözünü. Qoy uşağın yanında ata-anası səhvini etiraf eləsin. Ata-anaya deyir ki, filan işi gördün, demək əvəzinə ki, yox səhv elədim, eləmədim. Başlayır əksinə, mənim günüm gündür ki, məni belə gündə yaşadırsan, filan eləyirsən, başlayır öz səhvinə 100 dənə bəraət gətirməyə. Deyirən ki, vay, səhv elədim. Bir dənə bu səhv elədimi deməmək üçün insan zehniyyətini tərif eləyir. Başlayır öz səhv mövqeyini dəlil sübutla əsaslandırmağa. Ölməzsən deyəsən ki, səhv elədim. Vallahi ölməzsən. Səhv elədim deyəndə heç eşitmişsiniz bir adam ölsün, ölmür. Biz elə bilirik ki, desək səhv elədim, dünyanın axırıdır. Kişilik lazımdır insanda mərdlik ki, etiraf eləsin. Eləməsə, bilirsiniz nə olur? Fikri başlayır əyilməyə. Özü əyir. Deyir, mən filan şeyə görə bunu elədim, filan şeyə başlayır yalancı nəzəriyyə düzəltməyə. Bu da oldu zehniyyət. Haqq sözün müqabilində.